Salam əziz müəllimlər. Paraphrase restatement testi ilə bağlı olan exercise 1 testlərinə istəyirəm ki, gəlin sizinlə birgə baxaq. Bu suallar MİQ sertifikasiya imtahanına düşə biləcək suallardandır. Çərçivə proqramında da qeyd olunubdur paraphrase testləri. Birinci sualına gəlin başlayaq. Choose a restatement that is closest in meaning to the original sentence. Yəni, restatement nə deməkdir? Yəni, biz orijinal ilk verilən cümləyə ən yaxın cümləni seçməliyik. More than one choice may be factually correct. Birdən daha çox seçim faktiki olaraq doğru ola bilər. But you should choose the one that's the closest restatement of the first sentence. Amma deməlidir, siz birinci cümləyə ən yaxın deməli, dəyişən bilən bir cümləni seçməliyik. Yəni, ilk cümlənin dəyişmiş formasını, ən yaxın dəyişmiş formasını seçməliyik. Gəlin baxaq birinci sualın cümləsinə. No one but you can take my heart. Demək, no one but you quruşunda but başqa deməkdir. Deyir ki, səndən başqa heç kim mənim qəlbimi ala bilməz. Anyone except you can take my heart. Burada deyir ki, səndən başqa, except başqa deyəndə çıxır. Yəni, kimisə daxil etmirik, biz exclude edirik. Yəni, səndən başqa sən yox, yəni. İstənilən şəxs mənim qəlbimi ala bilər. Bu yanlışdır. Çünki axı deyir ki, səndən başqa heç kim mənim qəlbimi ala bilməz. Yəni, mənim qəlbimi alan yeganə şəxs sənsən. No one including you can take my heart. Burada deyir ki, sən də daxil olmaqla heç kim qəlbimi ala bilməz. Bu yanlışdır. Anyone can take my heart, but you can't. Deyir ki, istənilən şəxs mənim qəlbimi ala bilər, amma sən yox. Bu da yanlışdır. Only you can take my heart. Bəli, ancaq sən mənim qəlbimi ala bilərsən. D. Düzgün cavabdır. Only you can't take my heart. Ancaq deyir, sən mənim qəlbimi ala bilməzsən. Bu da tamamilə yanlışdır. D. Düzgün cavabdır. İkinci testimizə baxırıq. He was only able to catch the bus by running for it. Deyir ki, o, avtobusun arxasınca qaçmaqla ona elə ki çata bildi. İda variantına baxırıq. If he hadn't run for the bus, he couldn't have possibly caught it. Əgər deyir, o avtobusun arxasınca qaçmış olmasaydı, o, ehtimal ki ona çatmış ola bilməzdi. Bəli, bizim A variantımız düzgün cavabdır. Cümləmiz keçmiş zamandır və biz keçmiş zamanda olan bir fikri mood olaraq verəndə past perfect quruluşu ilə veririk, yəni third conditionalda qeyd edirik. Və mənada da odur ki, avtobusa ancaq qaçmaqla çata bilib. Yəni, elə ki, qaçmaqla elə ki çata bildi. Yəni, qaçmasaydı, çata bilməzdi. Və A variantında da deyir ki, əgər avtobusun arxasınca qaçmasaydı, o ehtimal ki, ona çatmış ola bilməzdi. B variantına baxırıq. He would have caught the bus if he had run for it. Əgər deyir, onun arxasınca qaçmış olsaydı, ona çatmış ola bilərdi. Bu yanlışdır. Çünki burada qaçmış olsaydı deyirsə, demək ki, o qaçmayıb deməkdir. Amma qaçıb axı, by running for it. Yanlışdır. He would have caught the bus even if he hadn't run for it. Burada deyir ki, hətta əgər onun arxasınca qaçmış olmasaydı da çatmış ola bilərdi. Xeyr, çünki qaçmaqla çatıb, yəni qaçmasaydı çata bilməzdi. Bu yanlışdır. Burada deyir ki, hətta qaçmış olsaydı da belə çatmış ola bilərdi. Yanlışdır. He needn't have run at all to catch the bus. Deyir, o avtobusa çatmaq üçün onun qaçmış olmasına ehtiyac yox idi. Yəni, qaçıb ama ehtiyac yox idi. Xeyr, yanlışdır. Çünki o qaçmaqla ancaq çata bilir. No one else had to run to catch the bus. Deyir ki, başqa heç kəs avtobusa çatmaq üçün qaçmalı deyildi. Yəni, heç kəs avtobusa çatmaq üçün qaçmalı deyildi. Bu da yanlışdır. Burada o avtobusa çatmaq üçün, onun arxasınca ancaq qaçmaqla ona çata bilib. Yəni, düzgün cavabımız nədir? A variantı. Üçüncü suala baxırıq. I find it impossible not to feel sorry for her. Deyir ki, onun üçün üzülməmək, baxın, not to feel sorry, bax, bunu birinci tərcümə edirik. Onun üçün pis olmamaq, ona görə üzülməmək qeyri-mümkündür. Mənə görə qeyri-mümkündür. Yəni, ona üzülməmək mən qeyri-mümkün hesab edirəm. Yəni, ona üzülməliyəm da, yəni, başqa əldən bir şey gəlmir. Yəni, ona üzülməkdən başqa yol yoxdur. Ona üzülməmək əldə deyil, yəni. Feeling sorry for her is another possibility for me. Deyir, ona görə pis olmaq mənim üçün başqa bir mümkünlükdür, ehtimaldır, bu yanlışdır. I wish I felt sorry for her. Deyir ki, kaş ki mən ona görə üzülərdim. Əlaqəsi yoxdur. She makes it impossible for me to feel sorry for her. Deyir ki, o, onun üçün üzülməyi mənim üçün qeyri-mümkün edir. Yəni, o qeyri-mümkün etmir, axı, mənim əlimdə deyil. Yəni, mənim üçün qeyri-mümkündür ona üzülməmək.
I can't help feeling sorry for her. Bəli. Deməli, burada deyir ki, D variantımız düzgün cavabdır. Burada deyir ki, onun üçün pis olmağı bacara bilmirəm. Yəni, I can't help feeling sorry. Yəni, özümlə bacara bilmirəm də. Yəni, onun üçün mən üzülürəm. O üzülməməyə bacara bilmirəm, yəni. D variantımız düzgün cavabdır. Everyone else finds it impossible to feel sorry for her. Deməli, hər kəs onun üçün üzülməyi mümkün hesab edir. Xeyr, hər kəsdən söhbət getmir. Daxil burada aydan, məndən söhbət gedir. Yəni, mən də onun üçün üzülməyi, belə deyil, üzülməkdən özümü saxlaya bilmirəm. Can't help nə deməkdir? Nəyisə etməkdən özünü saxlaya bilməmək. Yəni, onun üçün üzülməkdən özümü saxlaya bilmirəm. Yəni, onun üçün üzülməmək qeyri-mümkündür. Ona görə deyil, düzgün cavabdır. Dördüncü testimizə baxaraq, Mr. Michael is too careful a spy to fall into that trap. Deyir ki, cənab Michael o tələyə düşmək üçün kifayət qədər ehtiyatlıdır. Yəni, o qədər ehtiyatlıdır ki, həmin tələyə düşməyəcək. Yəni, cənab Michael tələyə düşməyəcək qədər. Bax, cümlənin əslində anlamı budur. Cənab Michael tələyə düşməyəcək qədər ehtiyatlı bir casusdur. İndi gəlin A varianta baxaq. Mr. Michael is very careful, but he may still fall into that trap. Cənab Michael deyir, çox ehtiyatlıdır, amma deyir, hələ də o tələyə düşə bilər. Xeyr, o tələyə düşə biləcək qədər çox ehtiyatlıdır, yəni casusdur, yəni düşə bilməz həmin tələyə. Mr. Michael is not so careless as to fall into that trap. Bir düzgün cavabdır. Çünki deyir ki, cənab Michael o tələyə düşəcək qədər ehtiyatsız deyil. Baxın, not so careless. O qədər ehtiyatsız deyil ki, o tələyə düşsün. B düzgün cavabdır. C variantda deyir ki, if Mr. Michael is not careful enough, he will fall into that trap. Əgər cənab Michael kifayət qədər ehtiyatlı olmasa, o həmin tələyə düşəcək. Bu yanlışdır. Burada ümumiyyətlə həmin tələyə düşəcək. Yox, əksinə o qədər ehtiyatlıdır ki, həmin tələyə düşməyəcək. D variantı, it's not possible for Mr. Michael, who is a very careful spy, not to fall into that traps. Deməli, into traps deyir ki, cənab Michael çox ehtiyatlı bir casus olan cənab Michael üçün həmin tələyə düşməmək qeyri-mümkündür. Yəni, sanki həmin tələyə düşməlidir də. Bu da yanlışdır. Y variantı, even though Mr. Michael is not careless, he may nonetheless fall into that trap. Deyir ki, hətta cənab Michael'ın diqqətsiz olmamasına baxmayaraq, o həmin tələyə deyir, düşə bilər. Yəni, bu da yanlışdır. Həmin tələyə düşə bilməz. O qədər ehtiyatlı bir, diqqətli bir casusdur ki, həmin tələyə düşməyəcək. Yəni, B düzgün cavabdır. Beşinci testimizə baxırıq. We will have to wait on the boat until the captain comes back. Baxın, until the captain comes back. Kapitan geri qaydana qədər biz qayıqda gözləməli olacağıq. Have to wait. Zəruriyyətdir burada. Biz gözləməli olacağıq. Yəni, kapitan qaydana qədər. Kapitan gəlməmiş, biz qayığı tərk edə bilmərik. Qayıqda gözləməliyik. A variantı. The captain will not come back before we leave the boat. Burada isə deyir ki, kapitan, biz qayığı tərk edənə qədər bir də qeyd edelim ki, before əvvəl mənası yanaşır. Before'nun eyni zamanda until mənası var. Və burada deyir ki, biz qayığı tərk edənə qədər kapitan geri qayıtmayacaq. Yəni, gələk biz qayığı tərk edək ki, sonra kapitan gəlsin. Bu yanlışdır. Əksinə, kapitan gələnə qədər biz tərk etməyəcəyik. B variantı. We can't go on the shore before the captain comes back. Deyir ki, kapitan gələnə qədər, baxın, before the captain comes back, yəni kapitan geri qaydana qədər biz sahilə gedə bilmərik. Bəli, çünki qayıqda gözləmə olacaq. B düzgün cavabdır. C-yə baxırıq. The boat is the safest place. Yəni, burada ümumiyyətlə qayığın ən təhlükəsiz yerdir. Kapitanın geri qayıtmasını gözləmək üçün ən təhlükəsiz yerdir. Burada ümumiyyətlə təhlükəsiz məqam dedi ki, yəni belə bir məna yoxdur axı, ona görə C variantını çıxırıq. We have no idea whether the captain will come back or not. Deyir ki, kapitanın geri qayıdıb qayıtmayacağına bağlı bizim heç bir fikrimiz yoxdur. Bu tamamilə yanlışdır. Çünki burada gözləməli olmağımız məqamına toxunulmayıb. We don't want to go on the shore before the captain comes back. Deyir ki, bax burada da before yenə until mənasındadır. Kapitan geri qaydana qədər biz sahilə getmək istəmir. Bu yanlışdır axı. Bizim istəyimizlə bağlı məsələ deyil burada. Biz sadəcə kapitan geri qaydana qədər biz qayıqda gözləməli olacağıq. Yəni, burada bir zəruriyyət var, istəkdən söhbət getmir. Ona görə də B düzgün cavabdır. Yəni, kapitan gələnə qədər biz sahilə gedə bilmərik. Çünki avtobusda qalmalı. Mən niyə avtobus deyirəm burada? Biz qayıqda gözləməli olacağıq. Yəni, B variantımız düzgün cavabdır. 6-cı testə baxırıq. The maid used to clean the room once a week. Deyir ki, xadimə həftədə bir dəfə
Yəni həftədə bir dəfə otağı təmizləyərdi. Once the room was cleaned by the maid for a week. Deyir ki, bir dəfə otaq xadimə tərəfindən bir həftəlik təmizləndi. Xeyr, həftədə bir dəfə təmizləndi. Bu yanlışdır. Təmizlənərdi həm də. B variantı. The room was used to being cleaned once a week. Bu ümumiyyətlə yanlışdır. Burada deyir ki, otaq həftədə bir dəfə təmizlənməyə vərdiş etmişdir. Bu da yanlışdır. The room never got dirty. Deyir, otaq heç vaxt çirklənməzdi. Bu fikir ümumiyyətlə yanlışdır. Because it was cleaned once a week. Çünki o həftədə bir dəfə təmizləndi. Burada onun çirklənib çirklənməməsindən söhbət getmir. Ümumiyyətlə otağın həftədə bir dəfə təmizlənməsindən söhbət gedir. D variantı. The maid refused to clean the room twice a week. Xadimə deməli həftədə deyir 2 dəfə otağı təmizləməkdən rədd etdi. Yəni etiraz etdi. Bu da yanlışdır. Burada onun rədd etməsi və yaxud da ona 2 dəfə təmizlənməsinin təklif olunması barədə söhbət getmir. The room used to be. Baxın, used to ümumiyyətlə bir zamanlar baş verib, indi baş verməyən hərəkətləri ifadə edir. Bir zamanlar təkrar baş verən bir hərəkətləri ifadə edir. Buna görə də, bax, məsələn, B variantı was used to be nəyəsə vərdiş etməkdir. Amma burada vərdiş etməkdən söhbət getmir. Yəni, insan nəyəsə vərdiş edə bilər də, yəni cansız isim deyil. Və burada bir zamanlar edilib, indi edilməyən hərəkətlərdən söhbət gedir. The room used to be cleaned once a week. Once a week. Deməli, otaq həftədə bir dəfə təmizlənilirdi. Yəni, sadəcə biz verilən 6-cı bu cümləni, baxın, bu cümləni biz sadəcə məchul növdə veririk. Otaq həftədə bir dəfə təmizləndi və düzgün cavab olur Y variantı. 7-ci testə baxaraq, Meltem expects me to invite along her father. To invite along özü ilə birlikdə dəvət etmək deməkdir. Meltem məndən atasını da onunla birlikdə dəvət etməyi həmçinin, yəni o özü ilə birlikdə atasını da dəvət etmək istəyir. Yəni həm onu, həm də atasını dəvət edim də, yəni. A variantı. Meltem's father expects. Burada deyir ki, Meltemin atası gözləyir ki, biz onu dəvət edək. Bu yanlışdır. Burada çünki Meltem gözləyir, atası deyil. Yenə burada da deyir ki, Meltem's father is expected to invite me. Burada deyir ki, Meltemin atasının məni dəvət eləməsi, onunla birlikdə məni dəvət etməsi gözlənilir. Yanlışdır. Yəni, mən Meltemin atasını dəvət etməliyəm. Onun məni dəvət etməsi gözlənilmir, yəni. I am expected, bəli, məndən gözlənilir ki, to invite not only Meltem, nəinki Meltemi, but her father as well. Biz ümumiyyətlə belə bir qaydamız var. Not only but also, amma biz but also-da also-nu işlətməyib, əvəzini as well-i sonda işlədə bilərik. Bu da advanced point-da olan bir qaydadır. Nəinki Meltemi, həmçinin atasını da bizimlə gəlməyə dəvət etməyi məndən gözlənilir. Bəli, C tamamilə doğru cavabdır. D variantına baxırıq. Meltem's father expect. Burada deyir ki, Meltemin atası gözləyir. Meltemin atası nəsə gözləmir daxı. Meltem gözləyirdi. Bax, ona görə heç davamına baxmadan biz variantı çıxırıq. Meltem deyir, agrees with me. Deyir, Meltem mənlə razılaşır ki, her father should be invited to come along with us. Bizimlə gəlmək üçün onun atası dəvət olunmalıdır. Xeyr, mən atasına dəvət etməmişəm ki, Meltem də mənlə razılaşsın ki, atası gəlsin. Xeyr, sadəcə Meltem gözləyirdi ki, mən onunla birlikdə atasını da dəvət edim. C düzgün cavabdır. 8-ci testə baxırıq. This time he didn't fail to respond the way we wanted him to. Deyir, bu dəfə bizim ondan istədiyimiz kimi. Baxın, fail ümumiyyətlə uğursuzluğa düçar olmaqdır. Nəyisə edə bilməməkdir. Didn't da inkardır. 2 inkar artıq təsdiq cavabını verir. Yəni, biz burada deyəcək ki, bu dəfə o bizim ondan istədiyimiz kimi cavab verdi. Fail to respond olsaydı cavab vermədi deyəcəkdik. Amma didn't olduğuna görə artıq məna müsbətə çevrilir. Yəni, 2 mənfi, 1 müsbət cavab verir. Bunu yadda saxlayaq. Bu da mənfidir, bu da mənfidir. Nəticədə müsbət bir cavab verir. Deməli, bu dəfə o bizim istədiyimiz kimi cavab verdi. This time he responded in that way. Bəli, A variantı düzgün cavabdır. Yəni, bu dəfə o, deməli, ondan gözlənilən şəkildə, yəni, burada in that way, yəni, bizim ondan istədiyimiz kimi, bax, həmin mənanı vurğulamaq üçün işlənib, cavab verdi. Bəli, o cavab verdi. B variantında deyir ki, didn't respond, cavab verə bilmədi. Və yaxud da failed respond da həmçinin negativ məna verdirir, didn't respond mənasını verir. Yəni, didn't respond cavab vermədi, failed respond cavab verə bilmədi deməkdir. Çıxırıq. This time we didn't want him. Deyir, bu dəfə biz istəmirdik ki, bu bizim istədiyimiz kimi cavab versin. Bu yanlışdır, axı bizim ondan istədiyimiz kimi deyir ki, o cavab verdi. Və ümumiyyətlə bizim baxın burada istəməyimizdən söhbət getmir ki, biz bunu istəyirdik ki, o belə cavab versin. Xeyr, bizim ondan istədiyimiz kimi o bizə cavab verə bildi, yəni verdi. Y variantına da deyir ki, this time we wanted him not to respond in that way. Deyir, bu dəfə biz ondan o şəkildə deyir, cavab verməməyi istəyirdik. Yəni, bu da yanlışdır. Yəni, o bizim ondan istədiyimiz kimi cavab verdi. 9-cu testə baxaraq, I could barely make out what he was trying to say.
Onun nə deməyə çalışdığını mən deyir çətinliklə. Bəli, burada çətinliklə mənasını verir. Çətinliklə ayırd edə bildim, başa düşə bildim. Make out anlamaq, ayırd etmək, başa düşmək deməkdir. Phrasal verb'dur. Phrasal verb olaraq da mənasını yadda saxlayaq. I could very well understand. Burada deyir ki, mən də çox yaxşı başa düşdüm ki, o nə deməyə çalışır. Tamamilə yanlışdır. Çünki mən çətinliklə başa düşmüşəm. Burada deyir ki, mən heç vaxt başa düşmədim. Bu da yanlışdır. Çünki çətinliklə başa düşə bildim. He had great difficulty. Burada deyir ki, onun özünü başa salmasında çətinliyi olurdu. Bu da yanlışdır. Axı mənim onun başa düşüb düşməməyə məqamı qeyd olunmur axı burada. D variantı. I managed to understand what he was trying to say, only with a great difficulty. Baxın, bu B əlini. Biz, bax, bu ifadə ilə ifadə edirik. Deyir ki, mən onun nə deməyə çalışdığını ancaq böyük bir çətinliklə anlaya bildim. Bəli, yəni onun nə deməyə çalışdığını mən çətinliklə anlaya bildim, yəni. Could-u da biz sinonim olaraq manage-dən ifadə etmişik. Make out-u da baxın, understand sinonim olaraq understand-dən ifadə etmişik. B əlini isə with a great deal of difficulty ilə əvəz etmişik. D düzgün cavabdır. Yəni bu parafrazlərə baxın, adından da göründüyü kimi sinonim sentenslərdə gedir. Yəni biz burada bəzən sözlərin sinonimlərini də seçərək düzgün cavabı tapa bilirik. Burada isə deyir ki, mən heç başa düşmədim. Baxın, at all nə deməkdir? I couldn't-dan, mən heç başa düşə bilmədim. Bu da tamamilə yanlışdır. Yəni çətinliklə də olsa başa düşmüşəm. 10-cu testə baxırıq. Demə, left the room angrily. Baxın, bura diqqət edirik. Kişi otağı əsəbi şəkildə tərk edir. Kişi. You talk to that man's wife yesterday. Sən deyir, o kişinin yoldaşı ilə dünən danışdın. Burada 2 dənə ayrı-ayrı sadə cümlələr verir və biz bu cümlələri mürəkkəb cümlə daxilində yazmalıyıq. Amma eyni zamanda da məna saxlanılmalıdır. Gəlin də baxaq. A variantı. Deməli, left the room. Deyir, kişi otağı tərk etdi qəzəbli şəkildə. Çünki sən deyir, dünən onun bir gün bundan əvvəldə onun yoldaşı ilə danışmışdıq. Xeyr, bunun nə əlaqəsi var ki? Burada səbəb olaraq onun yoldaşı ilə biz danışdığımız üçün, sən danışdığın üçün kişi qəzəbli şəkildə getməyib ki, sadəcə kişini təsvir edir ki, burada kişi qəzəbli şəkildə otaqdan, deməli, qəzəbli şəkildə otağı tərk etdi. Hansı kişi? Yəni, sənin dünən onun yoldaşı ilə danışdığın kişi. A variantını çıxırıq. You went into a room and talked to a man. Deyir, burada sən otağa daxil oldun. Burada otağa daxil olmaqdan söhbət var ki, məgər. Və deyir, kişi ilə danışdın. Kimin ki deyir, baxın, kimin ki yoldaşı əsəbi şəkildə tərk etdi. Axı, wife əsəbi şəkildə tərk etməyib ki, bu yanlışdır. The man's wife, baxın, whom you talked to yesterday. Okay, bu hissəyə qədər doğrudur. Kişinin yoldaşı, sən dünən danışmısan onunla. Bura hissəyə qədər düzdür. Amma left the room angrily deyəndə, axı, bu wife-a aid edilir. Yəni, bunun yoldaşı əsəbi şəkildə getməyib ki, kişi əsəbi şəkildə tərk edib. Qadın əsəbi şəkildə tərk etməyib. Ona görə çıxırıq. The man, whose wife you talked to yesterday, left the room angrily. Demək deyir ki, burada dünən, deməli, kişi, kimin ki yoldaşı ilə baxın, sən dünən danışdın, otağı əsəbi şəkildə tərk etdi. Baxın, bu mənə aid oldu. Yəni, kişi otağı əsəbi şəkildə tərk etdi, deyə düzdür. Y variantına baxırıq. Yesterday you talk to the man's wife. Baxın, wife-a təsvir edir. Who left the room angrily. Deməli, buradakı bu fikir wife-a aiddir. Məqama qadın otağı əsəbi şəkildə tərk etməyib axı. Ona görə bu variantı da biz çıxırıq. Otağı qəzəbli şəkildə tərk edən kişidir. Kişi, qadın deyil. Ona görə də düzgün cavabımız nədir? D variantıdır. Ümid eləyirəm ki, 10 testin izahlarına baxdıq. Bu testlər izahı sizə aydın oldu. Uğurlar arzu edirəm hər birinizə və hər birinizdən kanala abunə olub öz fikirlərinizi yazmağınızı, hansı testlərdə izahlar istədiyinizi qeyd etməyinizi gözləyirəm. Uğurlar hər birinizə.